Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyalar İnstitutunda görkəmli alim, əməkdar elm xadimi, fizika riyaziyyat elmləri doktoru Akademik Firaməz Maqsudovun 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş nitqi ilə açan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akademik İsa Həbbəyli, Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 18 mart 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında sərəncam imzaladığını, bu sərəncamın icrası ilə əlaqədar olaraq tədbirlər planının hazırlandığını diqqətə çatdırıb. 1997-2000-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti kimi fəaliyyət göstərmiş Akademik Firaməz Maqsudovun 95 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsinin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik tarixində nəzərə salınması baxımının əhəmiyyətini vurğulayıb. Görkəmli alimin riyaziyyatçı olmasına baxmayaraq ədəbiyyat sahəsinə, şeirə, sənətə də böyük həvəs göstərdiyini, Azərbaycan klassiklərinin əsərlərindən dərindən bələd olduğunu bildirən Azərbaycan Milli Elmlər Akademiyasının rəhbəri mərhum alim Firaməz Maqsudovun 95 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsini onun şəxsiyyətinə göstərilən dərin hörmət və ehtiramın göstəricisi kimi qiymətləndirib. Akademik İsa Həbbəyli çıxışının sonunda Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ərəfəsində sələflərin əməyinə yüksək qiymət verməyin və onların irsini yeni nəsillərə çatdırmağın hər bir alimin müqəddəs borcu olduğunu vurğulayıb. Tədbirdə Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Professor Misir Mərdanov çıxış edərək funksional analiz və diferensial təhlillər sahəsində tanınmış alim Akademik Firaməz Maqsudovun zəngin elmi və pedaqoji fəaliyyətindən bəhs edib. Professor Misir Mərdanov bildirib ki, hələ tələbə ikən elmi tədqiqat işlərinə böyük maraq göstərən Firaməz müəllim bütün mənalı həyatını elmə həsr etmiş, aspirantdan institut direktoru və Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə qədər yüksələrək şərəfli həyat yolu keçmişdir. Sonra Elm və Təhsil Nazirliyi İnformasiya Texnologiyalar İnstitutunun baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Akademik Rasim Əliquliyev çıxış edərək Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi ərəfəsində Akademik Firaməz Maqsudovun anadan olmasının 95-ci il dönümünə həsr olunan tədbirin keçirilməsinin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb, alimin Azərbaycan riyaziyyat elminin inkişafında müstəsna xidmətləri olduğunu bildirib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti çıxışının sonunda Azərbaycan xalqının böyük ziyalılarından olan Akademik Firaməz Maqsudovun əziz xatirəsinin hər zaman ehtiramla yad olunacağına, görkəmli alimin əsasını qoyduğu elmi məktəbin bundan sonra da uğurla davam etdiriləcəyinə inamını ifadə edib. Sonra Azərbaycan Milli Elmlər Akademiyasının müşaviri Akademik Telman Əliyev çıxış edərək Akademik Firaməz Maqsudovun ölkəmizdə təkcə riyaziyyat yox, kibernetika və informatika elminin inkişafında da mühüm xidmətləri olduğunu söyləyib. Həmçinin alimin yüksək insani keyfiyyətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüb. Tədbirdə Xəzər Universitetinin təsisçisi, fizika riyaziyyat elmləri doktoru Professor Hamlet İsaxanlı, Fizika Riyaziyyat və Texnika Elmləri bölməsinin elmi şurasının sədr müavini Akademik Cavad Əbdinov və Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, Fizika Riyaziyyat elmləri doktoru Professor Əyub Quliyev də çıxış edərək mərhum alimin 95 illik yubileyinə həsr olmuş tədbiri yüksək qiymətləndiriblər. Akademik Firaməz Maqsudovun elmi fəaliyyəti və nəcib insani keyfiyyətlərindən söz açaraq öz xatirələrini bölüşüblər. Elmira Hacıyeva, Şahin Rəsulov, Ceyhun Şahverdiyev, İnfo TV.